إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Sual verirlər bəzən. Şəriət elmini insan öyrənmək istəyirsə nədən başlamalıdır? Tez-tez belə suallar verilir. İnternetdə də elm tələbələri buna cavab veriblər. Ərəb dilindən başlamaq lazımdır. Bunun ən qısa, sadə cavabı odur ki, ərəb dilindən başlamaq lazımdır. Çünki ərəb dili bir açardır. Bu açardır. Bu açar insanda varsa, o istənilən kitabı açıb məlumat əldə edə biləcək. Bəli, ola bilsin ki, insan kitaba hazır deyil, lakin buna vaxt lazımdır. Əsas odur ki, bu dil bariyeri götürülüb. Ərəb dili çox mühüm bir rol oynayır bu dində və ərəb dilinin fəziləti üçün ona kifayət edir ki, o Quran-Kərimin dilidir. Və necə Quranda keçir Yusuf surəsində İnnə ənzəlnəhu Qur'anən Ərəbiyyən ləalləkum təqilun. Həqiqətən biz onu ərəbcə Quran olaraq nazil etdik ki, başa düşə biləsiniz. Və bəzən fikirləşirlər ki, bəzi adamlar ki, yəni ərəb dilini öyrənmək çətindir. Yazılışı başqa cürədir, sağdan sola və s. Yəni bizim standart bildiyimiz dillərdən fərqlənir və s. Müəyyən hərflər var ki, tələffüz eləmək çətindir. İnsan bu məsələləri öyrəşir. Və çətinlik məsələsinə insan gərək etiqad eləsin ki, çətin deyil. Necə ki, Quranın özündə Məryəm surəsinin son ayələrində gəlib ki, فَإِنَّمَا يَسَّرْنَاهُ بِلِسَانِكَ. Biz onu, Quranı, sənin dilinlə asanlaşdırdıq. Yəni, deməli, bu din çətinlik bizə etməməlidir. Bu dil çətinlik etməməlidir. Yaxşı, insan necə öyrənsin? Sözsüz ki, kurslar və s. mövcuddur. Yəni, rus dilli adam üçün internetdə daha çox imkanlar var. Amma əgər insan Azərbaycan dilidirsə və internet vasitəsini öyrənmək istəyirsə, pulsuz olaraq xüsusən, mən məsləhət görərdim ki, məsələn, Elşən Şəkərov adlı Mədinə elm tələbəsi var. Çoxdan universiteti bitirmiş adamdır. Belə şəxsi tanışlığım yoxdur, amma mən vaxtı ikən kifayət qədər, yəni ki, böyük fayda almışdım o dərslərdən. Yəni, bütün o leksiyaların hamısını özüm izləyib baxmışam. Yəni, ona görə belə arxançılıqla deyə bilərik ki, kifayət qədər həm asan formada, həm peşəkar formada təqdim olunub video və o işdə iştirak edən bütün müsəlmanlardan Allah razı olsun. Çox böyük iş görüblər. Yəni, Azərbaycan milləti kimlər ki, ərəb dilini öyrənmək istəyir, böyük bir fayda alıblar və mən ümidvaram ki, alacaqlar da. Allah bərəkət versin. Xatırladığım qədər Mədinə kursu deyilən bir tədris sistemi 4 cilddən ibarət olaraq Elşən Şəkərov 3 kitabı tam olaraq yerləşdirib YouTube-a. Amma 4-cü kitabdan da deyəsən bəzi dərslər var. Hər halda bir insan ki, artıq YouTube-dan ərəb dilini öyrənməyi başlayıb, 3-cü kitabın sonuna çatıbsa, 4-cü kitabı öyrənmək çətinlik etməyəcək. Hətta dərslər yoxsa, baza artıq var. Ərəb dili də 3 mərhələlidir. Yəni, hər bir dil kimi eşitmək, başa düşmək, oxumaq, başa düşmək, tərcümə etmək və danışmaq. Ən çətini danışmaqdır. Niyə? Çünki bizdə burada bariyer nədir? Bizim daima yanımızda ərəb dilli adam olmalıdır. Xüsusən də ərəb özü olsa lap yaxşı. Bu imkan da hər adamda yoxdur. Düzdür, qardaşların əksəriyyəti bacılar, qardaşlar ümrə ziyarətə, həccə gedirlər. Lakin bu cəmi 5 gün, 10 gün, 20 gün il ərzində bu problemi həll eləməyəcək. Buna biraz uzun müddət lazımdır. Amma oxuyub tərcümə eləmək və dinləyib böyük alimləri, şeyxləri YouTube-dan başa düşmək üçün insanın sadəcə istimrarı lazımdır. Yəni, davamlı olaraq bu işlə məşğul olmağı və Allah Teala asanlaşdırır bu məsələni, qapılar açılır. Ərəb dili olmadan dini öyrənmək o ləzzəti verməyəcək. O həzz hissini gətirməyəcək. Yəni, biri var rus dilində, Azərbaycan dilində, türk dilində kitablar oxumaq, biri var kitabın özünü orijinal dildə oxumaq. İlk növbədə onu bilmək lazım ki, istənilən tərcümə olunan kitabda xətalar labüddür ki, olacaq. Bəzən elə çap problemləri ola bilər ki, yəni böyük bir problemləri gətirə bilər. Sən oxuyursan, elə bilirsən ki, budur, əslində isə tamamilə əksidir.
Tərcüməçi düzgün tərcümə eləməyib. Olur belə şeylər. Ona görə də orijinalın özünə qayıtmağın, yəni ki, üstünlüklərin ən böyük üstünlüklərindən biri budur. Digər tərəfdən hər bir kitab tərcümə olunmayıb. Və bu çox çətin məsələdir ki, hamısı tərcümə də olunsun. Lap tutağım ki, kitabları tərcümə eləsələr də belə, gündəlik hər gün nə qədər alimlərin dərsləri çıxır. Xüsusən də sağ olanların, yəni kimlər ki, dünyasını dəyişib, Allah onları rəhmət eləsin, onların dərsləri bəllidir. Bəli, bunları tərcümə edib bugün qoymaq mümkündür. Onun həddləri var, müəyyən qədər sayda dərsdir. Yaxşı, bəs sağ olan şeyxların dərsləri, onları çatdırmaq mümkündür. Şeyxlar da çoxdur, fənlər çoxdur. Ona görə də insanın özünü ərəb dilini öyrənməyi kifayət qədər onun qabağı salacaq. Buna biraz müddət lazımdır. Yəni, qorxmaq lazım deyil. Bugündən başlayın, 1 il-2 il. Yəni, normal insan buna yanaşırsa, müəllim varsa lap yaxşı, müəllim olmağı lap yaxşıdır. Necə ki, Şeyx Fovzana sual verirlər ki, insan, misal üçün, elm öyrənmək istəyir və s. Neynəsin? Deyir, müəllim axtarsın. Nəyə görə belə deyirlər? Yəni, insan sözsüz ki, özü də kitab açıb oxuya bilər. Amma müəllim onu asanlaşdıracaq. O yeri ki, başa düşməyəcək, tez başa salacaq. Və ya ola bilər ki, tələbə fikirləşsin ki, nəyisə başa düşüb, əslində tam fərqli olaraq başa düşüb. Necə ki, başa düşmək olmaz. Xətadır bu. Müəllim də onun üçün lazımdır ki, düzəltsin. Bizim misal üçün müəllimimiz olub, bizə dərs deyərkən deyib ki, bax, bu məsələ ki, mən sizə indi başa saldım, mən özüm bunu neçə illər axtarırdım, sizə indi 1 dəqiqənin içində qoydum qabağınıza, açdım məsələni. Ona görə də müəllim olmağı lap yaxşıdır. Amma əgər yoxdursa, dediyim kimi, YouTube-dan insanlar faydalana bilərlər. Bilmək lazımdır ki, ərəb dilini İbn Teymiyyə öyrənməyini fərz və vacib adlandırıb, deyib ki, ərəb dili özü dinləndir və onu bilmək fərz və vacibdir. Bu sözləri İqtida Sırat-ı Müstəqim kitabında tapa bilərsiniz. Və özü də izah edib ki, nəyə görə? Quran və sünnə başa düşmək vacibdirmi? Vacibdir. Onu aparan alət özü vacib hökmündədir. Çünki vacibi tamamlayan bir alət, bir vasitə özü vacibləşir. Həmçinin İmam Şafi, İbn Əsir kimi böyük alimlər də, yəni ərəb dilini öyrənmək, buna təşviqi sözlər çox deyiblər və s. və s. Yəni bu kifayət qədər bilinən bir məsələdir. Ona görə mən tövsiyə edirəm ki, insan ərəb dilini öyrənsin. Əgər insan dinini öyrənmək istəyirsə, bu mühüm məsələlərdəndir. Və bilmək lazımdır ki, bu din təkcə namaz, oruc, fəsri ilə bitmir. İnsan dili öyrəndən sonra ki, başlayacaq kitablar oxumağa, o başa düşəcək ki, nə qədər məsələlər var ki, o elə bilirdi ki, bilir, əslində bilmir. Yəni, konkret insan cahillik içində olub, qəflətdə olub, xəbəri olmayıb ki, zəkat verilməlidir. Necə verilməlidir? Bu məsələ necə olur? Nigah fəsli var. Yəni, bununla bağlı məsələlər ki, nigah necə bağlanır? Bunun şərtləri nədir? Ər-arvadın arasında olan haqlar və s. Bəli, elm tələbələri, Allah hamısına razı olsun, dərsləri YouTube-da yerləşdirirlər. Lakin silsiləvi formada və s. bunu öyrənmək istəyirsə insan, xüsusi kitablara giriş etməlidir. Və bu kitabların hamısı ərəb dilindədir. Hamısı ərəb dilindədir. Yəni, məsələn, olsun, Umdatül Əhkam kitabı kimi hansı ki, yəni belə deyək də, fiqhi məsələlərə toxunur, əhkam hədislərə toxunur və s. Və ya, məsələn, Buluğul Məram və s. Da mən artıq Kutubu Sittə kimi böyük əsərlər barədə də ümumiyyətlə danışmıram. Yəni, o kitablara ərəb dilisiz ümumiyyətlə giriş etmək mümkündür. Çünki onların şərhləri və s. 10-15 şirkli kitablardır və s. Ona görə də ərəb dili biri də ərəb dili, yəni çox mühüm bir məsələdir. Bu barədə çox danışılmalıdır. Bu barədə çox danışılmalıdır ki, insanlar buna həvəsli olsunlar. Mənim özümə 2016-cı ildə və SNQ-da məşhur tanınan, yəni rus dilli elm tələbəsi Rinat Abu Muhammed belə nəsihət eləmişdim. Mən ona sual verdim, həc vaxtı idi o vaxtı. Mən soruşdum ki, insan elm öyrənmək istəyirsə nədən başlasın? Mənə dedi, qardaş, hər şey qoy qırağa, yalnız ərəb dilinə məşğul ol genən. Və bugün də mən görürəm ki, həqiqətən artıq 10 ilə yaxın vaxt keçib. Doğrudan da bu söz düzgün sözdür. O mənada ki, bəli, ola bilər sən ərəb dilini öyrənmədən müəyyən kitablar oxuyacaqsan. Allah razı olsun, qardaşlar nəysə ki, tərcümə ediblər və s. O kifayət eləməyəcək. Günlərin bir günü sən açıb, məsələn, Təfsir Tabarini oxumaq istəyəcəksən. O da 26 cilt ərəb dilində, Azərbaycan dilində yoxdur. Bu məsələ var.
Ona görə də mən məsləhət görürəm ki, ərəb dili oxunulsun, yəni öyrənilsin. Ondan sonra yəni həyat yoldaşınıza öyrədəsiniz, uşaqlara və s. Bu mühümdür. Müsəlmanların bugün böyük ehtiyacı var bu məsələyə. Yəni bundan yan keçmək lazım deyil və fikirləşmək lazım deyil ki, mənim artıq 50 yaşım var, gecdir. Belə bir məsələ yoxdur. Bir insan ki, başlayıb bu məsələlərə elm axtarış yolundadır, o ibadətdədir. Elm öyrənmək lazımdır. Lakin hədislərin çoxunda və ən məşhur hədislərdən birində ki, kim elm axtarmaq yoluna çıxarsa, orada elmi axtarmaqdan söhbət gedir. Elmə nail olacaqsan, yoxsa yox, bu Allahın əlindədir. Müvəffəq edəcəksə, çox gözəl. Etməyəcəksə, sən yenə də ibadətdəsən. Sadəcə düzgün niyyətlə və s. bu ibadətdəsən, bu artıq sənin özünə kifayət edir. Ona görə bu yolda olmaq hər saniyəsi, hər dəqiqəsi ibadətdir. Allah hamımıza bərəkət versin. Və sallallahu aleyhi Muhammedin və alə alihi və sahbihi